İslamda hicab qadını yalnız zahiri görünüşündən deyil, ruhunun dərinliyindən tanınan bir varlıq edir. Hicab ona huzur verir, qəlbini Allahın razılığına yönəldir. Hər addımında öz dəyərini və hörmətini hiss etdirir. Qəlbi öldürən zərərli hissləri azaldır. İçindəki nurla sanki dünyanı işıqlandırırmış kimi olur. Fikrimcə hicab qadının ürəyindəki dərin sevgini göstərir. Hicab sənin Allahın əzəməti qarşısında təvazökarlığın, sənin öz dəyərini bilib ona hörmətlə sahib çıxmağın deməkdir. Hər dəfə başını örtəndə sanki ürəyindəki sevgi ilə dünyaya bir mesaj göndərirsən. Mən Allahın xatiri üçün güclü, hörmətli varlıq olaraq yaşayıram və varam. Bunu möhkəm bir güclə dünyaya elan edirsən. Bu səni daha da qüvvətləndirir və xeyir yolunda öncülərdən edir. Hər dəfə hicabla gəzəndə sonda gedəcəyin yeri düşün. Rasulullah sallallahu əleyhi və səlləmi düşün. O gün, qiyamət günündən sonra Rasulullahın səni gülümsəyərək qarşılayacağını düşün. Səbr etdin, çətinliklərə dayandın deyərək səni qarşıladığını düşün. Sonra etdiklərinə qarşılıq uca Allahın huzuruna gedəcəyini düşün. Çox nadir möminlərə bəxş olunacaq Yaradanı görmək şansını düşün. Qısa və sabahından belə qarantiya olmayan dünya üçün əbədi gözəlliyi itirməyinə dəyərmi? Rəsulullahın bir gülümsəməsinə belə səhabələr dünyanı dəyişiblər. Bir də bunun axirətini düşün. O möhtəşəm eşqi dünyaya dəyişməyə dəyərmi? Şeytan gələcək hər gün, hər saat, hər dəqiqə özü kimi sənin də o gözəllikləri itirməyini istəyəcək. Bizə düşən sağlam bir güclə onu qovmaqdır. Nur surəsi 31-ci ayədən bir hissəni oxuyacağam sizə. Baş örtüklərini yaxalarının üstünə örtsünlər. İslamdan əvvəlki dövrdə qadınlar başlarının arxasına bağlanan bir növ baş örtüyü taxırdılar. Paltarlarının yaxası isə açıq idi. Yəni boynun ön hissəsi və sinənin yuxarı hissəsi açıq qalırdı. Bu ayə nazil olduqda müsəlman qadınlar yarımçıq taxdıqları örtüklərini geniş tutaraq açıq qalan sinə hissəsini də başları ilə birgə bağladılar. Ayşə anamız radiyallahu anh buyurur ki, Nur surəsi nazil olduqdan və insanlar onun məzmumunu Peyğəmbər sallallahu əleyhi və səlləmdən öyrəndikdən sonra birbaşa evlərinə qaçdılar və ayələri həyat yoldaşlarına, qızlarına və bacılarına oxudular. Ayələrə dərhal reaksiya gəldi. Növbəti səhər məscidə namaz qılmaq üçün gələn bütün qadınlar baş örtükləri taxmışdılar. Qeyd edək ki, ərəblərdə örtünməklə bağlı ona yaxın söz var. Hər biri bədənin fərqli üzvünü örtməyi bildirir. Ayədə keçən himar kəlməsi də ərəblərdə sırf başın örtülməsini göstərir. Hicabı daxildə dərk etmədən onun mənəvi eşqini azacıq yaşadıqdan sonra dünyaya uyub uzaq düşən bəzi bacılarımız da var. Bir çoxlarınızdan söhbət zamanı bildirirsiniz ki, huzur dolu keçmiş günlərimi hər dəfə düşünəndə ürəyimdə bir sızıltı əmələ gəlir. Qəlbin sızıldadıqca, hər dəfə üzüləndə bil ki, Allah səni hər zaman qucaqlayır. Sənin tövbən, sənin yenidən o nura dönməyin, sənin qəlbinin səsi, yenidən Allahın rəhmətinə doğru bir addım ola bilər. Hər bir gün, hər bir nəfəs sənə bir fürsətdir. Allah sənin ağrını da, təbəssümünü də hiss edir. Ancaq bununla belə düşünün ki, yaşlıya, gəncə baxmayan ölüm hər an bizi də xatırlaya bilər. Dəyərli bacım, hicab taxmaq sadəcə bir paltar deyil. Bu sənin kim olduğunu dərk etməyin bir yoludur. Allahın sənə verdiyi dəyəri və təvazökarlığı zahiri dünyadan daha çox daxili bir nurla ifadə etməkdir. Hicab sənin qəlbini dünya baxışından qoruyar, səni özünə inamla və Allahın razılığı ilə bu yolda möhkəmləndirər. Çünki hicab qadını zahiri gözəllikdən daha dərin, mənəvi bir gücə, öz şəxsiyyətini və dəyərlərini tanımağa dəvət edir. Bütün bunlar zorla və təkidlə olmaz. Bunlar ancaq dərk etməklə, sənin qəlbinlə, gözəl niyyətinlə, Allah üçün öz razılığınla olmalıdır. İslam şiddət, çətinlik yox, gözəllik, huzur və əsl eşq dinidir.